pronator, supinator yazacağım. Ayaq tağı qalxsın. Eşitirsən? Hamısı bir-birindən əlaqəlidir. Çiyinlərin bu qədər qabağadır. Çiyini gərək yerinə qoyasan. Nə qədər çiyinlər qabağa gələcəksə, bax çənə bucağını itəcək və ön dişləm yaranacaq. Önə doğru. Eşitirsən? Eyni zamanda sinədə içəriyə basılacaq. Gördüyün hamısı bir-birindən əlaqəlidir. Qızım, bütün yastı ayaqlar kifoza meyillidir. Çiyinlər bu qədər qabağadır, görürsənmi? Gərək bu çiyinləri biz yerinə fiksə edəyək. İkinci, çiyinlər önə gəldikdə artıq döş qəfəsində deformasiya yaranır. Və burada bizim əgər 0,5, deməli 1,6, düzdür? Amma normativ 0,5'dir. Deməli biz bu vakuum aparatı qoyaraq sinəni önə doğru çəkəcəyik. İndi vakuum aparatını gətirəcəklər, onu da sənə göstərəcəm. Yaxşı mı? Vakuum aparatını qoyaraq sinəni önə doğru çəkəcəyik. Yaxşı mı? Sadə bir üsuldur. Bunun heç nəyə ziyanı yoxdur. Əgər sinə içəriyə batacaqsa daha artıq dərəcədə, indi biz 1,5 ölçdük. Olmalıdır 0,5 normativ. Yaxşı mı? Əgər daha çiyinləri önə gətirib, sinəni içəriyə doğru basacaqsa, əməliyyatlıq həddə gəlib çıxacaq. Ona görə də ilkin mərhələdə çiyinləri yerinə qoyub, qaməti düzləyib, vakuum aparatından sinəni önə çıxardacağıq və normal vəziyyətdə verəcəyik. Həmən yastı ayaqlıq bizə görün nə qədər fəsad verdi. Həm çiyinlər bu qədər önə, çevirin oğlum, çevirin. Bax, bir çiyin aşağı, kürək dinlərində fərq, çiyini qaldırmalıyıq, qaməti, bədən tarazlığını normallaşdırmalıyıq, sinədə işləməliyik və normal şəkildə verəcəm sizə. Artıq kifoz bizə verdi çənə deformasiyası. Alt çənə önə doğru gəldi. Skoliozda isə yan dişləm yaranır.